Bunu saxladım axşama. Güya Fidanla bir yerdə yeyəcəkdik bu balığı. O dolara başqa şey verdim, özüm yeyirəm indi. Əslində axşam çayı gündüz yesəm daha yaxşı olardı. Valla Instagramda bir dənə izləyicim mən yazmışdı o barədə. Şöyle insulin direnciniz var sizin. Mənim yoxdur. Hardan belə bir qənaətə gəlmiş ki, məndə insulin direnci var? Yoxdur. İnsulin direnci olan adamlar ac qala bilmirlər. Əlləri, ayaqları əsirdən. Bilmirəm heç mən necə olur. Mən niyə belə əminliklə deyirəm? Çünki mən analiz vermişəm də. Yoxdur. Lap olsa da belə o həll etməyin yolu var. Çünki insulin direnci məsələn digər xəstəliklər kimi şəkər xəstəliyi, nə bilim və yaxud da zob xəstəliyi kimi, yəni daimi xəstəlik deyil də. Aralıqlı orucdan onu həll etmək olur. Müəyyən saatlarda yemək yeyirsən, düşür qaydasına. İndi burada dərs yazır, iyidən boğulur. Orada. İki də radio şoya qulaq asmaq lazımdır. Dinləmədən yeməyimi qutarım, başa salarım. Dinləməni taparıq, eləyirsən. Əgər kiminsə burada mənim izləyicilərimin arasında insulin direnci varsa, qorxma yəni, qorxası bir şey deyil. Aralıqlı orucla onu tənzimləyə bilərsən, araşdırın bu barədə.